Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam. 8-ci sinif iş dəftərindən 2-ci hissədən 6.7 ionların təyini mövzusunun suallarına baxırıq. Deməli, aşağıda metal kationlarının əlavə verdiyi rənglər təsvir edilib. Duzların kiçik bir parçanın alovodda o hansı rəngdə olar? Kalsiyuma baxaq. Bu cədvəldən istifadə edə bilərsiniz. Əzbərləmisinizsə, kitabda bu narıncı qırmızıdır. Sonra dəmir, qırmızı qəhvəyi, litium, qırmızı, rubidium, qırmızı bənövşəyi, natrium, tünd sarı, sezium, bənövşəyi, kalium, çəhrayı, barium, solğun yaşıl, mis, mavi yaşıl. B-yə baxaq. Deməli, aşağıdakı duzlardan hansıları şəkildə verilən rənglər arasından təyin etmək olmaz? Cavabını əsaslandır. Deməli, bizə şəkildə hansılar verilməyibsə, onları təbii ki, təyin edə bilmərik. Deməli, səbəb olaraq təyin etmək olmaz istəyir. Belə yaza bilərsiniz. Bəzi duzları alova tutduqda onlar alova rəng verir. Buna səbəb duzun tərkibindəki olan kationdur. Ona görə də duzların tərkibindəki kationu müəyyən etmək üçün alov verdiklərindən istifadə olunur. Bəzi duzlarda isə kationa görə xüsusi rəng olmur. Ona görə də onları təyin etmək olmur. Məsələn, kaliumu təyin edə bilərsiniz, amma stronsium xlorikini təyin edə bilməyəcəksiniz. Natriumu təyin edəcəksiniz. Misvar təyin edəcəksiniz. Natriumu eləyəcəksiniz. Dəmir eləyəcəksiniz. Sadəcə burada bu olacaq. Başqa uyğun gələn yoxdur çünki. Bu var mis. Burada mis müsbətdir. Sonra bu dəmir 3 müsbətdir. Bunu da eləyə bilməyəcəyik. Çünki burada dəmir 2 müsbətdir axı. İyon. Kationu. Deməli. Və bu 3 dənəsini təyin edə bilməyəcəyik. Çünki fərqli iyonlardır. Bax, burada fikir verirsiniz, bu dəmir 3 müsbətdir. Kation. Həmçinin mis burada 2 müsbətdir. İkinci suala baxaq. Cədvəli tamamla deyir. Təyin edici iyonlar reaksiyanın əlamətini istəyir. Mis 2 müsbəti OH mənfi ilə təyin edərik və reaksiyanın əlaməti orada olacaq mavi çöküntü. Alüminiumu da OH mənfi ilə təyin edərik. Bu zaman isə ağ çöküntü olur əlamət. NH4 də OH mənfi ilə. Burada isə amonyak əmələ gəlir. Belə yaza bilərsiniz. Qırmızı rəngli yaş lakmus kağızını göy rəngə boyayan qaz ayrılır. Orada ayrılan qazda NH3 ayrılır da yaza bilərsiniz. Belə də yaza bilərsiniz. Bu da əsasi xüsusiyyətlidir. Ona görə lakmusu mavi rəngə boyayır. Dəmir 2 müsbət. Bu da həmçinin OH mənfi ilə təyin olunur. Bu zaman isə 2 müsbət olanda yaşılımtıl çöküntü olur. Yaşılımtıl. Sink də OH mənfi ilə, yenə burada da ağ çöküntü olacaq. Dəmir 3 müsbət də OH mənfi ilə. Bu zaman isə dəmir 3 müsbət olanda qonur rəngli çöküntü ayrılır. Kationa görə çöküntülərin də rəngləri fərqlidir. 3-də nə deyəcək? Aşağıdakı duzların tərkibindəki iyonları təyin etmək üçün onların suda məhlullarına hansı duzun suda məhlulunu əlavə etmək olar? Bu zaman reaksiya hansı əlamətlə müşahidə olunur?
Deməli, kalium flor. Bu maqnezium, məsəl üçün, maqnezium 2 nitrat əlavə eləsəniz, burada kimi maqnezium florda mən ayrılan maddələrdə yazıram ki, nə olduğunu bilək. Və sarı rəngli çöküntü ayrılır. Natrium 2S bu zaman, məsəl üçün, qurğuşunla olan, qurğuşun 2 nitrat deyək buna da. Nitratın bütün uzları həll olunanda ona görə istifadə edə bilərik. Damlar plümümüz. Bu isə qara çöküntüdür. Kalium yodid. Yodu gümüşlə təyin edə bilərik. Gümüş 1 nitrat. Bu da bizə verir sarı rəngli çöküntü. Kalium 3 PO4. PO4-ü gümüşlə təyin edə bilərik. Yenə gümüş 1 nitrat istifadə edə bilərik. Bu da sarı rəngli çöküntüdür. Kalsium bromid. Kalsiumu təyin edərək. Brom var burada. Yenə gümüş 1 nitrat götürə bilərik. Gümüş 1 bromid əmələ gəlir. Bu da sarımtıl çöküntüdür. Sink SO4. Bunu bariumla təyin edə bilərik. Yenə eyni şey yazı getdim. Əlbəttə ki, burada fərqli bir şey götürə bilərsə bariumun həllinə başqa düşün. Deməli, barium SO4 olacaq burada. Bu da ağ rəngli çöküntüdür. Burada natrium OH, qələvi götürməsiz, yəni alüminiumu təyin etmək üçün alüminium OH əmələ gəlir. Bu da ağ rəngli çöküntüdür. Baxaq 4-cü suala. İki müxtəlif qabda natrium karbonat və natrium nitrat duzları var. Deməli, natrium karbonat, natrium nitrat duzlarımız var. Qabların etiketləri qorxduğundan hansı etiketin hansı qaba aid olduğunu müəyyən etmək çətindir. Bu duzları hansı maddən istifadə etməklə fərqləndirmək olar? Aha. Bu NO3 heç nə ilə çöküntü vermir. Biz bunun üzərinə nə gələ bilərik? Məsələn, kalsiumun bir duzunu gələ bilərik. Kalsium nitrat deyək ki də. Baş verən reaksiya təhlilini tərtib edin. Deməli, belə yazaq. Natrium nitrat, üstə gəl, kalsium nitrat. Bu reaksiya getmir uşaqlar. Amma digəri ilə gedir. Natrium karbonat, üstə gəl, kalsium nitrat. 2 dənə təhlil olan duz o vaxt reaksiya gedir ki, ən azı bir dənə çöküntü əmələ gəlsin. Burada kalsium karbonat alınır. Üstə gəl, natrium nitrat alınır. Bu reaksiya hansı əlamətlə müşahidə olunur? Ağ çöküntü alınır. Bu aldığımız ağ çöküntüdür. Belə, bunun sualları burada bitdi. Sağ olun, salamat qalın.